Məştubatda var ya, hasarın başında. Bəs sən orada neynirsən? Bəs sən niyə gəlmisən? Nəyə gəlmisən? Nə əldə eləmisən? Məhsul satmağa gəlməmişdim. Mən heç məhsul almağa da gəlməmişdim. Mən elə əvvəldən burdan yaxşı pullar qazanmağa gəlmişdim. Onu istəyirdim. Onu seçmişdim və niyə gəlmişdim? Ona görə ki, problemlərim də var idi. Sənə qızıl znaklar verir. Qızıl ha, pulsuz deyil. 3 həftədən bir gördüyün işə görə şirkətdən sənə maaş yazılır. Pul deyil, bu puldur. Şirkət sənə kataloq ərzində müəyyən bəlli bir həcm indirimin maaşa yox, hesabında qoyur ki, ala bundan məhsullar al, özünü sev, yapay bir şeylə. Pul deyil, puldur. Gözəl ölkələrə səyahətlər verir və sən o ölkələrə ailəndən yoldaşını və yaxud oğlunu götürüb gedirsən. Bəzən elə olur, öz payını da o bir oğluna verirsən, yollayırsan, gedirlər, istirahət eləyirlər. O lüks otellərdə, o səyahətlər pul deyil. Və şirkət sənə avtomobil hədiyyə eləyirsə, pul deyil, dostlar.